Hatırlayıram, məhz bu arenada, o zamanki adıyla Şəfa stadionunda və bundan başqa Kəpəzində 7-1 hesablı qələbəsi olub. 2000-ci ildə Gəncədə. Bu hesablara baxanda bol qollu qarşılaşma olacağını ümid eləyirəm. Artıq komandalar meydana çıxdılar. Peşəkar Futbol Liqasının himni səslənir. Gəlin heyətlərlə sizi tanış edən hörmətli tamaşaçılar. Meydan sahibi Interdən başlayaq. Interin qapısında kim var? Kamran Ağayev var. Bundan başqa 3 Denis Silva Cruz, 6 Laşa Salukvadze, 7 Nika Kvekveskiri, 8 Nizami Hacıyev, 10 Elnur Abdullayev, 12 Ruslan Emircanov, 20 Yuri Fomenko, 22 İlkin Qırtımov, 23 Sezar Mezakoli və 24 nömrəli futbolçu Fuad Bayramov. Kapitan sarğısı bugün Nizami Hacıyevin qolundadır. Baş məşqçi isə Zaur Svanadzedir. Əvvəlcə Hakimlər Briqadası. Bu görüşdə əsas söz sahibi Fariz Yusifovdur. Ona yan xəttdə Mehman Mahmudov və Kamran Bayramov kömək edəcəklər. 4-cü hakim Ziya Nəsirov. AFA nümayəndəsi Ramiz Abdullayev, hakimin inspektor Vüsal Əliyev, tanınmış FIFA referimiz. Bu gün hakimin inspektor qismində çıxış edəcək. Və o ki qaldı qonaq komanda, Kəpəz komandası niyyəti. Qapıda Tadas Simaitisi, dəyişməz qalkiper, 18 Tural Axundov, 3 Tərlan Quliyev, 25 Şəhriyar Əliyev, 13 Şəhriyar Rəhimov, 5 Kərim Diniyev, 8 Budaq Nəsirov, 7 Junior Martins, 80 Tural Rzayev, 9 Namiq Ələsgərov və 90 nömrəli oyuncu Julien Eba, baş məşqçi Şahin Diniyev, kapitan sarğısı isə 18 nömrəli oyuncu Tural Axundovun qoluna hörmətli tamaşaçılar. Və irəlidəki problemləri həll edən futbolçuydu. Bu maç başladı artıq. Oyuna başlayan tərəf Kəpəz oldu. Hər üç komandaya uğurlar arzulayırıq və ilk hücumda Kəpəzdən gəlir. Tural Axundovun irəli adaşına doğru göndərdiyi top Tural Rzayev, Fuad Bayramov qarşıladı. Bu məlumatları tamaşaçıların diqqətini yenidən çatdıraraq ötürmə gəlir qapı qarşısına. Təhlükəli vəziyyət yarana bilər, amma top kimsəyə toxunmadan meydanı tərk etdi və təhlükəli vəziyyət idi, amma hər şey yaxşı qurtarır Kəpəz üçün. Qapıya zərbə deyildi. Təkrarı bir də izləyək. Sezar Mezakoli idi. Ötürməni edən futbolçu cərimə meydançasında ümidindən ki, kimsə orada qapıyacaq, amma topa toxunan olmadı. Son anda indi Tadas Simaitis yaşadığı qəza biraz geri saldı. Onu haqda danışacaq. Gəlin bu hücumu izləyək. Budaq Nəsirov irəli qoşulub. Julien Eba, onun cərimə meydançasına ötürməsi. Kamran Ağayev ilk cəhdə topu saxlaya bilməsə də Ruslan Emircanov ona kömək ondasında özüdür. Kvekve cərimə zərbəsini o yerinə yetirir. Cərimə meydançasına göndərdiyi top. Laşa Salukvadzın başla zərbəsi top çərçivədən aralı keçir. 14-cü dəqiqədə Inter daha bir hücumdan bəhrələnə bilmədi. Topu Nika Kvekveskiri irəli doğru göndərir topu. Nizami Hacıyev öz uzaqdan zərbə vurur. Tadas Simaitsin birbaşa qucağına gəldi top. Qarşılaşmanın 24-cü dəqiqəsində. Növbəsi Kəpəzindir. Budaq Nəsirov. Nəsirov mərkəz xətti keçir. Tural Rzayev də irəliləyirdi, amma Tural bir qədər gerdə qaldı. Budağın ötürməsi və oyundan kənar vəziyyət yoxdur. Namiq Ələsgərov, Namiq Ələsgərov, Kamran Ağayev. Təkrarı bir daha izləyək. Oyundan kənar vəziyyət yoxdur ötürmə anında. Bravo yan xətti hakimi. Namiq Ələsgərov, Denis Silva Cruzu bir hərəkətlə geridə qoymuş oldu, amma son zərbəni vura bilmədi. İndi Şəhriyar Rəhimovun ötürməsi, Kamran Ağayev topu tutur. Ötürmə və başla zərbə son anda uzaq küncdə Mezakoli topa çatmadı. Təkrarı bir daha izləyək. Amma hakim bildirdi ki, son anda top Kəpəzin futbolçusuna dəyərək meydandan çıxmışdı. Təsirsiz ötüşmədi. Cərimə zərbəsi yerinə yetirir Tərlan Quliyev. Kamran Ağayev topu tutur. Və çətinlik çəkmədən topu tutdu burada Kamran Ağayev. Komandasının hücumu başlamalıdır. Zərbə mövqeyinə çıxmağa çalışır. Ötürməni əla bir ötürmə İlkin Qırtımov var. Qırtımov topladı. Ötürmə gəlir qapı qarşısında. Fomenko'nun zərbəsi və Tadas Simaitis. Qarşılaşmanın 40-cı dəqiqəsində təkrarı bir də izləyək. Oyundan kənar vəziyyət yox idi. Mezakolinin ötürməsi anında İlkin Qırtımova. Rəqib üçün. Ötürmədə səhvə yol verilir. Juninho'nun zərbəsi. Kamran Ağayev. Hücumda da kifayət qədər problemlərin olduğunu görmək olar. Ruslan Emircanov cərimə meydançasına göndərdiyi top. Nizami Hacıyev və hesab açılır. Nizami Hacıyev qarşılaşmanın 55-ci dəqiqəsində Inter hesabı açır. Müdafiənin mərkəzində bir anlıq sanki bir boşluq yarandı Kəpəz komandasında. Qolun təkrarını bir daha izləyək. Sezar Mezakoli topu sağ cinaha Ruslan Emircanova göndərir. Ruslan Emircanovun cərimə meydançasına ötürməsi. Nizami Hacıyev bir hərəkətlə topu ram elədi və sol ayağı ilə topu qapıya göndərdi və hesabı açdı. Və burada Nizaminin qaçmır. Şahin Diniyev də yəqin turnir cədvəlini götür-qoy eləyib. İndi Interin ikinci qol vurmaq üçün şansı. İlkin Qırtımov
Yusifova qarşı hərəkət. Yuri Fomenko ötürməsi Nizami Hacıyevə. Nizami Hacıyev hələ ki topu saxlayır. Artıq hərəkətlər idi və təkrar zərbə. Steve Moyetis imkan vermir. Kvekveyə. İzləyək. İlkin Qırtımov ilk hissədə penalti gözləyirdi burada. Tural Axundovdan. Tural Axundovun hərəkətindən sonra Fomenko özü qapıya zərbə vurmur. Ötürmə edir Nizami Hacıyevə. Nizami Hacıyev Şəhriyarı keçməyə çalışdı. Şəhriyar Rəhimovu. Təkrar zərbə Kvekvedən. Kvekveskinin etirazları da məhz Fomenkoya idi. Bəxtiyar Sultanov istiqamətini ötürmə. Bəxtiyar topa çatır. Bəxtiyar zərbə endirir qeyri-dəqiq deyə artıq belə deyək kifayətdir. İti bir bucaq alınmışdı burada. Daha yaxşı zərbə endirə bilərdi, amma istəyi baş tutmadı. Juninho. 81-ci dəqiqə tamamlanır. Juninho'nun sol ayaqla zərbəsi yaxşı zərbə alınmışdı. Bəli, bizə etiraf eləmək lazımdır. Və Kamran Ağayev qapıda olmasaydı. Bəli, yəni ehtimallarımız təbii ki çoxdur. Və indi əks hücum əla alındır. Interdən Nizami ötürməsini edir, amma Yuri Fomenko Fariz Yusifov davam işarəsi verir. Top Kəpəzin futbolçularındadır. Juninho'nun ötürməsi Budaq Nəsirovun uzaqdan zərbəsi yaxşı, qüvvətli zərbə alınmışdı, amma çərçivədən yan keçdi. Kəpəzin niyyətində daha bir əvəz etmə. Namiq Ələsgərov sanki zədələnib. Tural Axundov oyunun dayanmasını gözləyir bu arada Qaraqaraya və meydana çıxmaq üçün. Və əla imkan var. Şəhriyar Əliyevin zərbəsi top qapıdan azca aralı keçir. Kəpəz hesabı bərabərləşdirə bilərdi, hörmətli tamaşaçılar. Nədənsə köynəyinə Karayev yazılıb. Top məhz ona istiqamətlənmişdi. Kamran Ağayevin qapıçı vuruşundan sonra bu topu tutur. 3 dəqiqədə artıq başa çatdı və Fariz Yusifov bu 3 dəqiqənin tamamında oyunun başa çatdığını bildirən nifitini səsləndirir. Turun açılış maçında 22-ci turun açılış maçında Inter qış fasiləsindən sonra ilk qələbəsini qazandı, hörmətli tamaşaçılar.